Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində paştet hazırlamışam. Paştet həm sərfəli və ucuz başa gələn, həm də asan və dadlı bir qəlyanaltıdır. Bayram süfrələrində, şad günlərinizdə süfrənizin bəzəyi ola bilər. Yəni kalbasadan, vetçinadan həm ucuz başa gəlir, həm də dadlı olur. Evdə hazırlanan paşteti təqribən bir aya yaxın buzdolabında saxlamaq olar. İndi mənim hazırlayacağım üsul həm asandır, həm də sərfəlidir. Yəni bir neçə növdə paştet hazırlanır. Bu ən asan üsuludur. Əgər sizə də maraqlı oldusa, videonun davamını izləyin. Paştet ciyərdən və yaxud ətdən hazırlanır. Mən də bugün təzə kəsilmiş dana ətindən, yəni dana ciyərindən paştet hazırlayıram. İndi qaraciyərin bildiyimiz kimi üzərində nazik qat bir dərisi var. Plyonka deyirik buna. Həmən bu gördüyünüz kimi bax belə bir nazik qatdır. Bu bərkiyir, paştetin içərisində heç də yaxşı görüntü yaratmır. Həm ağarır qaynadıqda, bişdikdə, ona görə də bunu soyub çıxartmaq lazımdır. İndi bütün ciyərin üzərindəki həmin bu dərini soyub çıxardırıq. Sonra ciyəri belə xırda tikələrə ayırırıq və yuyub 10-15 dəqiqə qaynadırıq. Çox qaynadıqda ciyər bərkiyir, tamam dadsız olur və ona görə də az qaynadırıq 10-15 dəqiqə. Tamam artıq qanı və kəfi çıxdıqdan sonra ciyəri yağda qızartmaq lazımdır. Paştet üçün bizə 200 qram kərə yağı lazımdır. 100 qramı soğanı və ciyəri qovurmaq üçün, 100 qramı isə yumşaldıb paştetin içərisinə çəkəcəyik. 2 orta böyüklükdə soğan lazımdır. 2 ədəd bişmiş kök və 2 bişmiş yumurtanın sarısı lazımdır. Kök və yumurta sarısı həm yumşaq və zərif olsun deyə qatırıq, həm də ki bilirsiniz ciyərin bişdikdə özünə aid spesifik bir iyi var. Həmən iyi hiss olunmasın deyə ona kök və yumurta sarısı qatırıq. Soğanı bir neçə yerə bölürük. Çox da xırdalamaq lazım deyil, onsuz da ət çəkən maşında çəkəcəyik. Və kərə yağının içərisində biraz qovururuq. Çox da qızardıb qurutmaq lazım deyil. Qızıl rəng olana kimi bişiririk. Ciyəri 5-10 dəqiqə suda qaynadırıq. Çox qaynatmaq lazım deyil ki, bərkiməsin. Və sonra çıxardıb sudan kərə yağında o üz bu üz qızardırıq. Diqqət eləmək lazımdır ki, ciyər yanmasın, yəni ötməsin. Çünki dadı sonra dəyişə bilər. Artıq bütün ərzaqlar hazır olduqdan sonra ət çəkən maşından xırda gözündən keçiririk. Daha da yumşaq və dadlı olması üçün ikinci dəfə ət çəkən maşından keçiririk. İçərisinə biraz duz, istiot qatıb qarışdırırıq. Yaxşı-yaxşı qatmaq lazımdır ki, tam bir-birinə qarışsın. Hazırladığımız qarışığı striç folyonun və yaxud da adi salafan klokun üzərinə boşaldıb hər tərəfə yayırıq. Və hər tərəfə yaydıqdan sonra otaq temperaturunda əritdiyimiz kərə yağını paştetin üzərinə yayırıq. Bunu nazik doğraya da bilərsiniz. Amma ən yaxşı üsulu elə budur. Çünki yaxşı yaxılır. Hər tərəfə eyni bərabər düşür. Yağı hər tərəfə çəkirik. Əgər siz çox yağlı sevirsinizsə, onda yağı biraz qalın çəkə bilərsiniz. Yox, əgər sevmirsinizsə, elə mənim kimi, gördüyünüz kimi hələ yağdan artıq da qalıb, nazik bir qat çəkə bilərsiniz. Və bir tərəfindən indi rulet kimi bükürük.
Və bükdükdən sonra elə həmən bu klokla birlikdə bükürük. Əlimizlə üstündən düzəliş veririk ki, hər tərəfi səliqəli olsun. 3-4 saatlıq soyuducuya qoyuruq. Artıq paştetimiz hazırdır. Soyuducuda 4-5 saat qaldıqdan sonra tam soyuyur və doğrayıb süfrəyə verə bilərik. İndi tam ortadan sizə göstərmək istəyirəm içərisini. Və içərisi belə bir şəkildə alınır. Yəni bizim bura vurduğumuz kök və yumurtanın sarısı sayəsində paştet ovulub tökülmür. Yəni kalbasa kimi çox yaxşı doğranır. Artıq paşteti doğrayıb süfrəyə verə bilərik. Gördüyünüz kimi içərisi də çox gözəl görünüşü var. Bayramlarda, şad günlərində süfrənizin bəzəyi ola bilər. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.